Cəvərin kəmal cəmalinə salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdü es-sena'u lillahi rabbil alemin. Vel akibetu lil muttaqin. Summa salatu ve selamu ala Resulillahil emin. A'ani Ebel Kasimi Muhammed. Allahümme salli ala Muhammed ve ali Sallallahu aleyhi ve alihi ve sellem ve ala ehli beytihi tayyibine tahirinel me'asumin. Siyyama namusud dahr veliyyil asr Hüccet ibnil Hasan. Accelallahu Teala faracahu şerif ve la'natullah ala a'daihim ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu kavli. Esselamu aleyküm ve rahmetullah. Ağamız, seyyidimiz, Mevlamız, başımızın tacı, qəlblərimizin nuraniyyəti, İmam-ı Zamanın salamat olması, Nazənin qəlbinin bizlərdən razı və xoşnud olması, düşmənlərinin məhvi, zuhur və qiyamının təcilinə salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed ve cil. Bəhsimiz şirk bəhsi idi. Bəzi mətləbləri xidmətimizə ərz elədik, gəldik. O etirazlar ki, elmi və nəzəri etirazlar idi, olundu onlar və bu yerdə qaldıq ki, Quranda Xudavənd-i Mütəal müşriklərə cavab verir. Onların iddiaları var idi şirkə. Təqribən 3 dənə cavab kimi qeyd elədik və sonluqda ixtilaf bəhsinə daxil olduq. Orada bir-iki ayəni xidmətimizə ərz elədim. Deməli, birinci sözləri budur Quran-ı Kərimin sözü müşriklərə. Xudavənd Mütəal buyurur ki, onların sözlərinin heç bir dəlilləri yoxdur. İndi bu bəhsi yetişsək, geniş bəhs eləyəcəm. Onların heç bir dəlili yoxdur. Onlar dəlil və sübutsuz gəlirlər. Əsasən onların işlətdiyi fənd, deyək, məntiq elmində müğalitə sayılır ki, haqqında danışmışıq. Müğalitə sözü həmən qələt ki, biz qələt deyirik. Amma o qayınla da qələt sözüdür. Müğalitə də qarşı tərəfi iki tərəfdən ya suğradan, ya kübradan. İki tərəfdən birini dəlilsiz götürür, burhansız. Ki, burhan danışdıq, burhan haqqında. Bir tərəfin burhanla götürür. Ki, bu misali dəfələrlə bəhslərimizdə ərz eləmişəm. Ki, saxta pulun saxtası yoxdur. Yəni, olmayan pulun saxtası olmur. Yəni, Azərbaycanda məsələn, saxta pul vurmaq istəsələr, 25-liyi saxta vurmazlar. Çünki 25-lik özü yoxdur. 20-liyi vurarlar, 100-liyi vurarlar ki, bu pulun əsli var. Müğalitə bəhsi məntiqdə odur ki, bir tərəfini yalan, yəni dəlilsiz, bir tərəfini dəlilli. Bu tərəfdə fiqdə məsələ ona deyərlər ki, onlar qiyas eləyirlər. Qiyas. Bizdə fiqdə 4 dənə qapı var. Ümumiyyətlə İslam dinində 4 dənə qapı var ki, biz onu fiqhi o 4 dənə qapı ilə açırıq. Birinci Qurandır, ikinci sünnədir, üçüncü icmadır. İcma budur ki, misal üçün, mən müştəhidəmsə, bir fətva verməliyəm, Quranda yoxdur, Peyğəmbər sünnəsində də yoxdur. Amma məndən qabaq 1000 ildir. Alimlər deyiblər ki, haramdır, məsələn. Mən də deyirəm, haramdır, icma. Bu xətlə gəlib də, əvvəli bu xətlə gəlib.
Dördüncü bizdə ağıldır, onlarda qiyas. Biz ağılı götürürük ki, ağılla. Quranda yox, sünnədə yox, icmada yox. İndi ağılla seçirəm ki, ağlım hökm verir. Onlarda deyir ki, qiyas hökm verir, ağıl yox. Qeyri Şiə məzəbində hamısında qiyasdır. Rivayəti də belədir. Əvvələ mən qas əl-iblis. İlk dəfə qiyas edən, qiyası işlədən dəlil kimi iblis olub. Xudavənd Mütəal buyurur ki, niyə səcdə etmədin, əmrimdən çıxdın? Dedi ki, onu torpaqdan, məni otdan xəlq etmisən. Qiyas elədi. Qiyas. Xudavənd Mütəal buyurdu ki, onda sən çıxdın. Niyə? Çünki qiyasın dəlili və burhanı yoxdur. Boş iddiadır. Belə. Deməli, Xudavənd Mütəal buyurur ki, bu müşriklərin nəyi yoxdur? Dəlili yoxdur. Haqqında danışmışıq. Əlbəttə deməyəcək, fərz mahal-mahaldır. İkinci budur ki, Xudavənd Mütəal buyurur ki, müşriklərin dəlilləri düz ənbiyanın əleyhinədir. Müşrik gərək Peyğəmbəri qəbul etməsin. Çünki Peyğəmbər gəlib Allahın sözünü deyir. Bunlar o dəlilsiz sözlər ki deyirlər, əqavildir deyirlər. O əqavil ki xorafatdır, birdən əgər müşrik onu qəbul edirsə, deməli ənbiyanı təksib edir. Deməli Peyğəmbəri qəbul edən adam şirki inkar edir. Şirki qəbul edən Peyğəmbəri inkar edir. Deməli, düz bunlar bir-birinin əksinədir. İndi burada mötərizə arasında ərz edirəm də, onlar ki, bizə müşrik deyirlər. Biz ki, nübüvvəti başdan ayağa qəbul etmişik, isməti ilə bahəm, o şirk bizə yapışmaz. Ki, onların bizə müşrik deməkləri nədir? Boş əqavildir, dəlilsiz, subutsuz, hələ demirəm burhansız. Burhanın orada nə işi var? Deməli, dəlilsiz bir dənə hökm çıxartıblar bizim üçün ki, siz müşriksiniz. Əgər müşrikəmsə, bir görə mən təksib edəyəm ənbiyanı. Nə ənbiyanı təksib etmirəm mən? Hətta ənbiyanın ismətini qəbul edirəm səndən İraq. Sən ki, heç məsumun ismətini qəbul etmirsən. Onlarda fikir belədir axı, da o bəhsə girmirəm. Lazım olar, gələcək bəhslərimizdə girərik. Ki, onların Peyğəmbərlər haqqında fikirləri nədir? Onlar deyirlər ki, Peyğəmbər məsələn 40 yaşında elan olubsa Peyğəmbərliyi, Peyğəmbərliyə qədər bütün günahları eləyib. Yəni, eləyə bilər. Sonra ki, 40 tamam oldu, Peyğəmbərlik ona verildi, oradan başladı pak yaşamağa. Bəziləri ki, Quran nazil olanda pak idi, sonra bizim kimi o da yalan danışa bilər. Başa düşmürlər də, isməti başa düşmürlər olar. Peyğəmbərin özünü başa düşmək üçün ondan qabaq birinci nədir? İsməti başa düşməlisən. Hələ heç mən demirəm, gəlin Peyğəmbəri bu cür başa düşün, filan eləyin. Heç nə demirəm. Peyğəmbərin 20 yaşında təqribən ləqəbi nə idi? Əmin. Bir adam əmindirsə, gəlin, demirik Peyğəmbərdir. Adi bir insandır, ləqəbi əmindir. 20 ildir buna əmin deyirlər. Gəlin, əmin sözünü izah eləyək. Tədqiq və təhqiq eləyək. Lüğətlə, alimlərin sözləri ilə ki, əmin nə deməkdir? Məsələn, Quranda əmin sözü keçib. Ruhul əmin. Həzrəti Cəbrailə Xudavənd Mütəal buyurur ki, bu əmindir. Peyğəmbərin də ləqəbi 20 ildə əmindir. Bu da əmindir. İki qardaşdılar, Həzrəti Cəbrail ilə Həzrəti Rəsulullah, ikisi də qardaşdılar. İkisinin də ləqəbi nədir? Əmindir. Cəbrailə ki, Xudavənd Mütəal buyurur, əmindir, nədir? Eyni o şey ki, Peyğəmbərin ləqəbi uşaqlıqdan əmin idi, eyni həmən şeydir. Deməli, Həzrəti Rəsulullahla Həzrəti Cəbrail əleyhissalam eynidirlər. Sadəcə olaraq biri bəşər,
biri mələk. Mələkin əmin olmağı əmindir. Amma insanda ki nəfs və ağıl var, gələ əmin ola. Deməli mələkdən üstün peyğəmbəri o aparır yuxarı. Yaxşı. Lüğətdə əmin kimdir? Tarixdə əmin kimdir? İctimai bəhslərdə əmin kimdir? Əxlaqi bəhslərdə əmin kimdir? Onlar sufizm deyirlər, biz irfan deyirik. O bəhslərdə nədir? Əmin kimdir? Xırdalasaq görərik ki, əmin adam yalan danışa bilməz. Çünki əmin daxil yalan danışa bilməz. Hansı keyfiyyətlər 20 yaşında təqribən peyğəmbərdə olub ki, peyğəmbərə hamısı deyib əmindir? Hansı keyfiyyətlər lazımdır əmin adama? Hələ bəhsim budur. Bəhsim budur ki, biz görək peyğəmbəri nə edək? Təksib eləyək. Biz peyğəmbəri deyirik əmindir. Təksib eləmirik. Hətta təksib eləmirik heç. Peyğəmbərin ismətini anadan olandan qəbul edirik. Ki anadan, ana bətnində məsum idi, onu qəbul edirik biz. Hələ o heç. Biz deyirik ki, peyğəmbər var idi Həzrəti Adəm xəlq olanda. Hələ heç. Biz deyirik ki, aləm buna görə xəlq olub. Biz belə deyirik. Biz necə deyə bilərik ki, bir halda ki, mötərizə arasında ərz edirəm, şirk ənbiyanın təksibidir, Quranda ayələri var. Biz necə bu peyğəmbəri bu cür qəbul edə bilərik və müşrik ola bilərik? Necə? Bu mümkün deyil. Bu iki. Üçüncü Xudavənd Mütəal buyurur ki, bu söz təzə söz deyildi. Bu köhnədən var idi elə. Yəni, bu vaxtlar 2400 il, 1500 ildir, bunlar deyiblər bunu. Bu təzə söz deyil. Bu köhnədən də olub. Fironların vaxtında olub, Qarunların vaxtında olub və s. Buna da Ən'am surəsinin 148-ci ayəsini ərz elədik ki, kəzalikə kəzəbəddin min qablihim hətta zaqu bə'sana ki, onlar bu cür təksib edirdilər. Ənbiya surəsinin 25-ci ayəsində ki, burada qaldıq. Mən 7 dəqiqədir köhnə bəhsi biraz gəzdim. Buyurur Xudavənd Mütəal Ənbiya 25 və ma ərsəlna min qəblik min rəsul. Buyurur, ey mənim rəsulum, səndən qabaq biz bir rəsul göndərməmişik. İlla, məgər, istisna. Nuhi ileyhi, biz ona vəhy etmişik. Yəni bir peyğəmbər belə yoxdur səndən qabaq və sən. Ki biz peyğəmbər göndərək, biz onu deməyək. Nuhi ileyhi, biz onu demişik, vəhy etmişik onu. Ənəhu la ilahə illa ənə, məndən başqa məbud yoxdur. Bunu ona demişik. Fə'budun, yəni ibadət edin onlara. Deməli, biz rəsul göndərmişik. Hə? Yəni ibadət edin, üzr istəyirəm orada onlara dedim, onlara yox, ona, Allaha. İbadət edin Allaha. Deməli, biz peyğəmbərlərin hamısına demişik ki, məndən başqa məbud yoxdur. Fə'buduni, mənə neyin ibadət edin. Deməli, peyğəmbər deyir ki, tohid. Onlar nə deyir? Şirk. Düzdür? Onlar şirk deyirsə, peyğəmbər yalnız tohid deyirsə, tohiddən başqa bir şey peyğəmbər demirsə, o şirk götürürsə, deməli nədir? Düz peyğəmbərin əksinə danışır. Allaha şərik qoşan adam peyğəmbəri də nə edir? Təksib eləyir. İmamı nədir? Hay təksib eləyəcək. Hələ bu nübüvvəti nə edir? Təksib eləyir. Onlarda yoxdur. Onlar nə deyirdilər? Deyirdilər ki, biz bütləri vasitə bilirik. Biz demirik ki, Allah yoxdur. İndi buyurur ki, siz təkvini deyirsiniz, yoxsa təşrii? Buyurur, təkviniyyatda düz deyil. Təşriiyyatda düz gəlmir bu. Bu bəhs eləyəcək inşallah. Əgər müşriklərin nəzərləri bu məsələdə Allahın təkvini iradəsidirsə, düz deyil. Amma bu o demək deyil ki, təşriiyyatda nədir? Bu belədir. Bunun fərqi nədir? Bunu istəyirəm izah edeyim. Düzdür sözü orada nə düzdür? Yəni müşrik düz deyir, nəuzubillah, əleyhazubillah. Bunu bir dənə izah edeyim. Onlar deyir ki, indi o izahını verəcəm də. Bəqərə surəsi 257 yazıdadır. Ayət-əl Kürsüyə ehtimal 3-cü ayə.
Allahu veliyyullezine amenu. Yukhricuhum minez-zulumati ilen-nur. Yukhricuhum minez-zulumati ilen-nur. Allah onları çıxartır, zülmətdən salır nura. Yukhricuhum minez-zulumat ilen-nur. Bu əşərilərin dəlilidir, əşərilərin dəlilidir. Bu tərəfdən yəni Cəbriyyun. Bu tərəfdən Mötəzilə. Deyir ki, وَالَّذ۪ينَ كَفَرُوا اَوْلِيَاؤُهُمُ الطَّاغُوتُ. Onların dəlili bu ayənin bu hissəsidir. Deməli, ayənin Allahu veliyyullezine amenu yukhricuhum minez-zulumati ilen-nur ayəsi, yəni bura qədər Cəbriyyunun dəlilidir. وَالَّذ۪ينَ كَفَرُوا اَوْلِيَاؤُهُمُ الطَّاغُوتُ Mötəzilərin dəlilidir. İndi bunu izah eləyək. Deyir ki, ilahi, yəni təkvini iradədə ixtiyar sahibi yoxdur. Ümumiyyətlə orada ixtiyar söhbəti yoxdur. Təkvini daxil. O ki müşriklər deyir ha, bizlik deyil. O ki Cəbriyyun deyir ha, bizlik deyil. Hər şey onluqdur. Təkviniyyatda düz deyirlər. Bizlik bir şey yoxdur. Amma bu o deməkdir, bu söz icazə vermir ona ki, biz onu, əlimizi onun qulpundan tutaq, o cümlənin təkviniyyatını tutaq, təşriiyyatda deyək ki, bəli, mənə mane olmursa, mənim başıma bütpərəst oldum, başıma daş salıb məni öldürmürsə, qabağımı almırsa mənim, deməli nədir? İcazə verib. Bu söz düz deyil axı. Bu təşriidir. Aydındır? Ona görə ərz elədim ha. Təkvini iradədə onlar düz, nə onlar? Hamısı düz deyir. Heç bir iradə yoxdur. İxtiyari iradə heç bir məxluqda yoxdur. Təkvini iradədə. Amma təşriidə bu demək deyil ki, bəli, qabağı almırsa deməli, yəni ümumiyyətlə fail muxtar söhbəti var yoxsa yoxdur. Bəhsi buralıq deyil. Var. Təkvini iradə, ilahi təkvini iradədə fail muxtar söhbəti yoxdur. Təşrii iradədə var. Aydındır? Yəni var ixtiyar, fail muxtarlıq var. Amma təşriidə, nə təkvinidə. Ona görə onlar ki, deyir, heç bir faillik, fail ixtiyarlıq yoxdur. Təkvini iradədə düzdür. Amma təşriidə bu söz buna icazə vermir ki, bəli, sən belə nədir, eləyə bilərsən. Yəni, bu sözün mənası bilsən nədir? Fəxri Razı ki, işlədir bu sözü. Bu sözün mənası bilsən nədir? Odur ki, yalan danışan adam, Allah ki, icazə vermir. Quranda ayəsi var ki, yalan danışmaq olmaz. Zor. Yəni, zor yəni yalan. Yalan danışmaq olmaz, Allah qoymur. Bunların sözünə görə, bu aləmdə yalan danışmaq olmamalı idi. Və yalan danışmaq istəyən adam kəkələməli idi və orada ürəyi partlayıb ölməli idi ki, yalan danışa bilməsin. Çünki ixtiyar sahibi deyirəm. Bildin necə? Bu qədər yalan danışan var. 10 nəfərdən 9 tam 10-da 5. Yəni 10 nəfərdən 9-u tam yalan danışır. Biri də yarım yalan danışır. Bildiniz necə? Yəni bir nəfər salamat adam var, o da yarım salamat adam. Hamısı yalan danışır. Bildiniz necə? Və niyə bunlar ölmür? Əgər faili muxtarlıq yoxdursa, əxlaqi məsələlərdə və s. faili muxtarlıq yoxdursa, bəs bu niyə ölür? İnsan surəsi 3-cü ayə. Böyle inna hədəynahus səbil. Biz sizi hidayət etmişik səbil, yola. İmma şakirən av kafura. İstəyirsiniz şakir olun, istəyirsiniz kafir olun. Biz sizi demişik, yolumuzu göstərmişik. Yol budur. Hara getmək istəyirsən Şamaxıya? Buradan gir, düz get. Şamaxı da bilirsiniz, nə sağı var, nə solu. Düz axıra qədər Şamaxıdır. Düppədüz yol. Sağ sol yoxdur. Heç navigator da lazım deyil qoşasan. Çünki Şamaxı bir dənə yolu var. Başqa yoldan gəlib Şamaxıya düşə bilmirsən. Məgər Şamaxının quruğuna qədər gedəsən. Sonra Padardan gəlib ora düşərsən. Ya gedib
Göyçay tərəfdən girərsən, Qara Məryəmlidən, Qəbələdən gəlib düşərsən, məsələ. Amma Şamaxı, Bakıdan çıxdın Şamaxıya, bir daha yol var. Başqa heç bir yol yoxdur. Düz Şamaxıdır. Hara getmək istəyirsən? Şamaxıya. Hə, buyur, Şamaxı düz. Sən yoldan çıxmısan. Hə? Mən nə edeyim? Mən sənə demişdim ki, Şamaxı belədir. Allah buyurur ki, mən sizə demişdim ki, yol mənədir. Allah deyir, yol mənədir. Hə, indi mənə gələ bilmək üçün ki, problemlər yarana bilər, hə? Əlindən tutan adam göndərmişəm. Adını qoymuşam Ənbiya. Adını qoymuşam Vəliyullah. Adını qoymuşam. Əlinizdən tut, gedin onun əlindən tutun, gəlin. Quranda ayə var, Xudavənd Mutal Peyğəmbərə buyurur ki, digilən onlara, de onlara, mənim yolum düzdür. Allah demir öz yolunu. Deyir, mənim yolum düzdür. Yəni Peyğəmbər özünü deyir. Allah Peyğəmbərə deyir ki, diyorlar, mənim yolum düzdür. Mənim, yəni Allah yox, Peyğəmbər. Yəni mənim yoluma gəlin. Yəni mən onsuz da sizi ora aparacağam. Mənim yolum onun yoludur. Bildiniz necə? Burada faili muxtarsan, biz sizi inna hədeynahu səbilə. İmmə şakirə və imma kəfuru. Yəni Allahın təkviri iradəsi tohiddir. Bütün fərdlər mömindirlər və müvəhhid. Müvəhhid yəni tohidçi. Yəni tohiddən kənarı onlar nə deyir? Çıxmırlar. Və heç bir məxluq oradan təxəllüf və yoldan çıxa bilməz. Onlar belə deyirlər. Heç kəs buradan qırağa çıxa bilməz. Əgər Allah deyibsə ki, mən Peyğəmbər göndərmişəm və bütün Peyğəmbərləri demişəm ki, məndən başqa məbud yoxdur, bunu demişəm. Əgər bu ayəyə baxmasaq, İnsan surəsi 3-cü ayəyə baxmasaq, onlar deyirlər ki, yəni Fəxri Razıgili, deyirlər ki, nədir? Faili muxtarlıq yoxdur. Bu ayəyə görə nədir? Bu ayə yox, bayaq ayə. Bu ayəyə görə tohiddir və ancaq odur, iradə-i təkvini. Allah buyurur ki, təkviniyyatda düzdür, təşriiyyatda düzdür. Onlar nə deyirlər? Mömin olsun, müvəhhid olsun. Bütün fərdlər belə olmalıydı. Belədirlər? Yox. Bu aləmdə ümumiyyətlə, ay Fəxri Razi. Yəni, hörmətli Fəxri Razi. Bu aləmdə kafir var, yoxsa yoxdur? Bu aləmdə müşrik var, yoxsa yoxdur? Bu aləmdə münafiq var, fasik var, fasid var, facir var. Bu aləmdə yalan danışan var, yoxsa yoxdur? Var, yoxsa yoxdur? Əgər varsa, sən desən yoxdur, deyəcəm, onda sənin gözün nəsə görmədi. Biz bu qədər kafiri görmədin sən. Desən var, bəs o Cəbriyyün əqidəsi nədir? Ki, deyirsən, buradan heç kəs təxəllüf edə bilməz. Başa düşsün məni? Elə biraz dayanmısınız ki, mən də başa düşmədim ki, başa düşmürsünüz yoxsa? Yox, Yunus surəsi 99-cu ayə, Xudavənd Mütəal buyurur ki, vələv şəə rabbuk ləəmənə mən fil ərz kulluhum cəmiən. Allah əgər istəsəydi, sənin Rəbbin əgər istəsəydi, ləəmənə mən fil ərz. Yer kürəsində nə qədər mən var, yəni şuurlu, ağıllı məxluqat var, kulluhum cəmiən, hamısını qaytarardı öz yoluna. Əgər sənin Rəbbin əgər istəsəydi. Sənin Rəbbin istəsəydi, hamısı mömin olardı müvəhhid. İstəsəydi. Vələv şəə. Əgər istəsəydi. Sıra demişəm də bu lovi. Bu lov məsələsi ki, əgər mənası verir ərəb dilində, orada həmişə onu nə deyirlər? Mahaliyyə deyirlər. Deyirlər lov mahaliyyə. Məsələn, ləvlə Ali ləhələkə filan kəs. Ləvlə Ali ləhələkə filan kəs. Ləvlə Ali ləhələkə filan kəs. Yəni, özləri deyiblər. Əli olmasaydı, mən həlak olmuşdum. Özləri deyiblər. Burada mahaliyyədir. Əgər olmasaydı Əli, yəni Əlinin olmaması mahaldır. Bilirsiniz necə? Yəni, bu adama Əli ibn Əbi Talib lazımdır, mahaldır. İmam Sadiq Aleyhisselam buyurur ki, hər kəs deyə lovla filan, fəqət kəfər, kafirdir. Ənam surəsi 107-ci ayə buyurur, vələv şəəlləh ma əşrəku. Ayə bax. Buyurur, əgər Allah istəsəydi, ma əşrəku. Allahın boynuna qoyurlar da. Allah istəsəydi, hə? Yəni,
vələv şa'əlləh ma əşrəku. Əgər Allah istəsəydi biz müşrik olmazdıq. Qoyulur Allahın boynuna. Müşriklərin sözüdür. Allah istəsəydi biz müşrik olmazdıq. Yəni bizim müşrik olmağımıza razılıq verən Allahdır. Nəuzubillah, əleyyazubillah, əstəciru billah. Pənah barıq Allaha. Yəni Allah icazə verdi ki, mən müşrik olum. Yəni bunun deməyindən belə çıxır ki, Allah icazə verib mən şərab içdim. Quranda deyir haramdır, özü mənə icazə verir iç. Sual. Birinci mətləb. Quranda şərabın haram olması var yoxsa yoxdur? Bir. Yəni Quranda şərab ayələri var yoxsa yoxdur? Bir. Varsa oxuyursunuz yoxsa yox? İki. Oxuyursunuzsa onu hansı mənada, lüğəti mənada deyirsiniz? Üç. Əgər şərabı haram bir mayə olaraq Xudavənd Mütəala haram eləyibsə, bu mənada oxuyursunuzsa, bəs Xudavənd Mütəala şərabı nə eləyib? Haram eləyib. Fikri haramdır. Əgər şərab haramdırsa, bu insanlar bu qədər şərab içirlərsə, bu yandan haram eləyib, o yandan özü icazə veribsə, Ağay Fəxri Razi sənə görə özü icazə veribsə ki, üçün bu arağı, bəs bu qiyamət günündə soru-sual nədir? Bir dənə bu cümləni işlətməklə Qur'anın bütün hökmləri hamısı getdi sual altına. Nə var hamısı getdi sual altına? Əcəb şeydir. Əcəb şeydir. Mən deyərdim ona ki, misal üçün, ağay filan, sən Atovu bir nəfər öldürüb. 50 dənə bıçaqla bıçaqlayıb. Onu da tutmurlar. Sən də gəlsən məhkəməyə ki, niyə tutmursunuz? Məhkəmədə tutur. Məhkəmə deyir ki, biz hökm kəsirik ona. Sənin Atovu öldürməyinə görə ki, 50 dənə bıçaq vurur, buna hökm kəsirik. Hökm budur. 15 dəqiqə həbs yatacaq. 15 dəqiqə həbs yatacaq. Sən deyirsən ki, niyə? Ömürlük verməlisiniz ona, 50 dənə bıçaqla. Və demirdin ki, hər şey Allah eləyir. Cəbrik, bizi də keçinə yoxdur. Umuda Allah öldürüb Atovu da bu öldürməyib ki. Bu hökmlə. Sənin bu sözündən, sənin Atovu Allah öldürüb, bu yox. Aydındır? Ona görə deyir ki, bu təzə fikir deyil. Yezid ibn Muaviyə, İbn Əbu Süfyan, əleyhimul haviyə. Dedi o Yezid xanım Zeynəbə, salamullah əleyha. Dedi ona ki, gördün Allah qardaşın Hüseyni necə öldürdü? Bax, həmən odur. Cəbriyyun məzhəbi oradandır. Nə hələ oradan da oyanan. Cəbriyyun məzhəbi odur. Xanım Zeynəb salamullah əleyha buyurdu. Yəbnətül əqa. Ey babamın azad olmuşunun balası. Yəbnətül əqa. Yəni borcum var bizə. Borcu olduğuna görə öldürdü də İmam Hüseyni. İmam Hüseyni borcu var idi, öldürdü İmam Hüseyni. Borcum var bizə. Yəbnətül əqa. Allah insanlar ölən anında ki, ruh oradan çıxmalıdır. Hin. Yəni həmindən ruhu götürəndir. Amma o ki ruh bədəndən ayrılana qədəri sən eləmsən. Dedi ona xanım Zeynəb salamullah əleyha. Ora qədəri sən eləmsən. Amma insan ki ölür ruh bədəndən çıxmalıdır, həmən vaxt Allah ruhu götürəndir. Amma ora qədəri ki sən eləmsən. Ora qədəri ki Allah eləməyib. Sən eləmsən, sən doğramsan. Bu da deyir, vələv şa'əlləh ma əşrəku. Allah istəsəydi, biz müşrik olmazdıq. Müşrik olmuşuqsa, deməli Allah istəyib. Əcəb, qiyasdır ya bu. Və dedim, əvvələ mən qas kimdir? Əvvəl vücud, varlıq, məxluq ki, qiyas edib kimdir? İblisdir. Bu bir dəlil. Başqa bir dəlil. Bütləri məbud bilib, onların qabağında pərəstiş edən müşriklərin başqa bir dəlili ki, Qur'an-ı Kərim buyurur, babaları idi. Biz babalarımızdan dala qala bilmərik. Bu şirk-i xəfi hamısımızın içində nədir? Mümkündür də. Mən babamı belə görmüşəm, gündə dillərdən. Allahın qabağında əyilir.
Deyim, mən babamı belə görmüşəm. Bəs mən indi atalarımın əleyhinə gedim. Bu fikirlə nədir? Yaşayırlar. Onlar cahildilər. Bəlkə sənin atan elə cahil olub. İndi mən də cahil olmalıyam. Bəlkə mənim babam cahil olub. Mən də cahil olmalıyam. Ki bu mənaya nədir? Gəlmir. Bəl qalu inna vəcədna abaəna əla ümmətin. Buyurur ki, bəlkə biz deyir babalarımızı belə tapmışıq. Biz belə görmüşük babalarımızı. Və inna əla asarihim muhtədun. Onların əsərlərinə tərəf, təsirlərinə tərəf biz hidayət olacağıq. Yəni babam nə deyib, mən də o eləyəcəyəm. Zuhruf surəsi 22-ci ayə. Mən babamın xəttindən yola çıxıb, Allah buyurur ki, mənə hidayət ol. O da deyir ki, mən babama hidayət oluram. Allah özünə çağırır, deyir ata-babanı qoy qırağa mənə. O da deyir ki, səni bildim, amma ata-babam. Belə bir fikirlə nədir? Yaşayıblar. Deməli, Ağay Fəxri Razi ki, Əşairədəndir və fikri Cəbri məzhəbdir. Bəqərə surəsinin 257-ci ayəsi ki, ərz elədim. Onun bu hissəsini Allahu vəliyyüllezine amenu yuxricuhum minəz-zulmati ilən nur ki, Allah zülmətdən çıxartıb nura qərq edəndir. Ona söykənib deyir ki, ixtiyar yalnız Allahdandır və heç bir məxluqda muxtarlıq yoxdur. Bu sözü harda deyir? Əl-Kəbir təfsiri var Fəxri Razinin, Əl-Kəbir. 7-ci cild 20-ci səhifə. Əlbəttə nüsxə fərqi ola bilər. Belə baxsan, deyərsən ki, tapmadım orada, nüsxə fərqi ola bilər. Ki, ola bilər düşər 8-ə ya 9-a, məsələn, nüsxələr fərq eləyir də. Bu Cəbriyyun, Mötəzilə. Mötəzilə bu ayənin o birisi hissəsinə görə nə ediblər? Allahı əzl eləyiblər. Allahı işdən ayırıblar. Deyiblər Allah ki, xəlq etdi, summa rəfəə iləs-səma, getdi. İstava aləl ərş, oturdu ərşin üstündə. Bunu bizə Rafizi deyən deyir. Bilir? Bunu bizə müşrik, sən deyən deyir. Deyirlər vəllezine kəfəru avliyauhumut tağut. Onlar ki kafirdirlər. Avliyauhumut tağut. Onlar tağutu nə etdilər? Vəli tutdular. Yuxricunhum minən nuri ilə zulmat. Allah buyurur ki, biz onları nurdan çıxartıb zülmətə qərq elədik. Onlar da bu ayəyə nə ediblər? Söykəniblər. Deyirlər ki, Xudavənd Mutal aləmi xəlq etdi və aləmi xəlq edəndən sonra nə etdi? Boşladı. Elə bil ki, mən bir şey ev tikirəm, misal üçün 200.000 pulum var, qəşəng bir dənə ev eşik tikdim. Tikəndən sonra evi deyirəm, sağ ol, mən getdim. Allah da bu boyda aləmdə deyə bilmir ki, Allah xəlq edib. Etməyib. Bildiniz necə? Deyə bilmir. Mecburdur desin Allah xəlq. Çünki desə Allah xəlq etməyib. Bildiniz? İslamın içinə girib yamaq olmayacaq. Bildiniz necə? Heç kəs onu bura buraxmayacaq. Amma o yamaq gəlib axı. Bildiniz necə? O yamaq gəlib. Üzr istəyirəm sizdən. Deməli, bir misal üçün ərz edirəm. İndi implant çıxıb da dişdə. Elə bir ki, dişi çıxartılır. İstəmirsən də damaq olsun, bütün dişlərin xarab olub. Ora boltla qaqa, dəmir əkirlər. Yəni, açır damağın içinə, onu yerləşdirir. Sonra onu şurupla bağlayır. Sonra, yəni dişi, şurupla bağlayır ora. O ki, dərinin içinə, damağa, sümüyün üstünə o dəmir ki qoyur. Deyir, Allah belə xəlq edib. Əgər o onu ilə uyğun gəlməsə, ağız onu atır. Sümük onu tullayır, atır. O elə bir material olmalıdır ki, o ilə uyğun gəlsin ki, o onu saxlasın özündə. Yəni, özünə aid deyil. Damağın başqadır, dəmir başqadır. Amma o dəmirin materialı
bu damağla ki uyğun gəlir, o onu saxlayır. Uyğun gəlməsə, özününki deyil. Uyğun gəlmir, amma atır onu, tullayır. Ağız onu saxlamır. Bildiniz necə? Xudavənd Mütəal insana elə xəlq edib ki, bir vaxt gələr, bir zaman gələr, insanlar diş əkərlər, filan eləyərlər. O maddə ki, insanların beyninə salıb ki, onu ağızda işlədin. Ağız da onu qəbul eləyir. Düz gəlmirsə, uyğun gəlmirsə, ağız onu atır. Bildiniz necə? Uyğun gəlmirsə atır. Allah aləmi xəlq edib, aləmlə uyğun gəlməyib, aləmi rəha eləyib, buraxıb başlı başına. Gedin nə bilirsiniz, əliyin, axırda görüşərik. Belə şey olar? Hə? Siz belə eləyərsiniz. Adi bir insan 1 milyona bir zavoddur ki, zavodu bir nəfəri qoya, deyə ki, ged nə bilirsən elə, axırda görüşərik. Bunu insan eləyər. Əgər bunu insan eləmir, hay Allah eləməz. Allah heç vaxt betəriq övla eləməz. Allah bunu heç vaxt eləməz. Necə sən bunu qəbul edirsən? Mötəzilə deyir ha. Mötəzilə əzl sözündəndir. Əzl yəni Allahı işindən əzl eləyiblər. Əzl yəni Allahı işindən çıxartıblar. Bildiniz necə? Allah xəlq elədi, rəha elədi, boşladı. Dedi, gedin özünüz biləsiniz. Onlarda da elə həmən məsələdir ki, nübüvvətlə nəyi var? Təksib etməlidir, o nübüvvəti təksib etməlidir. Nəsə? Onlar, deməli, onlar 257 Bəqərənin axırıncı cümləsinə nə deyirlər? Söykəniblər, deyirlər ki, Allah ki, xəlq etdi və onu boşladı. İnsanlar öz işlərində istiqlaliyyət elan ediblər. Yəni, müstəqillik. Müstəqil. Bu da Mötəzilə deyir. Həmin o Mötəzilə ki, bizə nə deyir? Rafizi deyir. Onlar da bizə Rafizi deyirlər. Yəni, biz ki, deyirik Əli can, məsələn, ya vəcihən indəllah. Demirik ki, nəuzubillah, əleyazıbillah. Ey Allah, Allaha bərabər Allah. Demirik ki, ya vəcihən indəllah. Ey Allah yanında vəcih. Necə ki, İsa Peyğəmbəri üçün Allah Quranda buyurur, vəcih idi. Biz də deyirik, Əli ibn Əbi Talib vəcihdir. Bildiniz? Vəcih sözünün böyük bir mövzudur. O haqda danışarlar. Mən də xırda ərz edirəm. İşfə'lənə, şəfaət elə mənə. Amma indəllah. Allahdan. Yəni, Allahın istəyi varsa mənə şəfaət et. Olmayacaqsa Allahın istəyi heç Əli ibn Əbi Talib də heç nə deyə bilməz. Bildiniz? 2 dənə məsələ var burada. 1. Biz Əli ibn Əbi Talibə ibadət yox, itaət edirik. Allahdan başqa hər hansı bir varlığa ibadət etdin, müşriksən, hətta Əli ibn Əbi Talib. Hətta Həzrəti Zəhra salamun əleyha. İbadət edirsənsə, müşriksən, söhbəti yoxdur. Biz itaət edirik, nə ibadət, məbud bir dənə olar. Bu birinci məsələ. İkinci məsələ nədir? Xudavənd Mütəal buyurur ki, mən bunları göndərmişəm. Ənbiyanı mən göndərmişəm. Yaxşı, imamət deyirsən yoxdur ki, nəuzubillah var. Bəs nübüvvətə nə deyirsən? Nübüvvətə, sənin sözün birbaşa nə deyir? Nübüvvətlə uyğun gəlmir. Bu da həmən kitabın, yəni Əl-Kəbir kitabının elə həmən 7-ci cild, 22-ci səhifə. Bilmirəm nə qədər keçdi, amma burada bir məsələ var. Onu desəm çox çəkəcək. Elhamdülillahi Rabbil aləmin. Peyğəmbər və əhl-i beytinə salavat. Allahümme salli ala Muhammed. Çox danışdım. 38 dəqiqə çox. Allah olsa bilmirəm. 6 dərs olacaq.